Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaidi barəsində idi. Biz demək olar İslam əqaidi mövzusunu tamamlamaq üzrəyik. Sonuncu müzakirələr qalıb və bəhsimiz məad barəsində idi. Məad barəsində əsasən bizim iki mövzumuz qalıb. Biri bugün müzakirə edəcəyimiz mövzu insan öldükdən sonraki onun üzləşdiyi mərhələlər və bir də məad barəsində yarana biləcək sual və şübhələr. Bu məad barəsində yarana biləcək sual və şübhələri inşallah növbəti çıxışımızda sizlərə təqdim edəcəyik. Amma sual budur ki, insan öldükdən sonra o hansı mərhələləri keçir və ümumən İslam ilahiyyətində bu barədə hansı məsələlər gəlmişdir. Baxın, insan öldükdən sonra və insan öldükdən sonra ona hansı mərhələlər, hansı məsələlər üz verir, bu müxtəlif kitablarda geniş formada müzakirə olunmuşdur. Onlardan biri Şeyx Abbas Quminin qələmə aldığı Mənazilül Axirə kitabıdır və Mənazilül Axirə kitabı insanın axirət evinə köçdükdən sonra hansı mənzillərdən, hansı mərhələlərdən keçdiyinə, nə ilə üzləşəcəyinə dair məlumatlar verir Quran ayələrinə və rəvayətlərə əsasən. Lakin bu kitab olduqca önəmlidir və insanı məad barəsində, insanın həqiqi evi olan axirət barəsində yetərli məlumat verir və eyni zamanda insan axirət aləminin həqiqətini daha yaxından tanıya bilər. Amma İslam ilahiyyatında məad məsələsi daha çox etiqadi, əqidəvi müstəvidə müzakirə olunmuşdur və mən istədim ki, qısa olaraq bu etiqadi kitablarda insan öldükdən sonra hansı məsələlər var və hansı məsələlər İslam ilahiyyatında müzakirə olunub, o məsələlərə qısa olaraq aydınlıq gətirib. İlk növbədə ölüm məsələsidir. Biz bilirik ki, bütün canlılar ölümə məhkumdur. İslam ədəbiyyatında ölüm bir mərhələdən keçib başqa bir mərhələyə başlamaqdır. Quran-ı Kərimin rəsmi baxışı bundan ibarətdir ki, kullu nəfsin zəiqətul maut. Hər bir can nəfsi, hər bir can ölümü dadacaqdır. Yəni ölüm dadılası bir şeydir, ölüm toxunması bir şeydir və ölümdən sonra insan bu dünya həyatından tamamlayır, yeni bir həyata keçir. İslam ilahiyyatında ölümü gerçəkləşdirən Allah və onun mələkləridir. Başda təbii olaraq bu mələklərin Mələkül Maut adlanan Həzrəti Əzrail əleyhissalamdır və Quran-ı Kərimin bir çox ayələrində bəzən biz öldürərik ifadəsi var. Yəni burada Allah və digər mələklərdir. Bəzən ölüm birbaşa Allaha nisbət verilir, bəzən isə qeyri-mələklərə. Yəni hər bir halda ölüm də, diriltmək də Allahın əlindədir. Lakin Allah bu işini, bu xüsusiyyətini Əzrail adlı mələklə gerçəkləşdirir. Ölüm mərhələsində dini mənbələrdə Səkaratul Maut adlı bir mərhələ var ki, artıq ölüm yaxınlaşanda insan o ölümün əlamətlərinin özündə hiss edir. Ölüm anında müəyyən huşunu itirmək, sərxoşluq baş verir və daha sonra isə qəbz-i ruh anlayışı var. Qəbz-i ruh Səkaratul Mautdan sonra yaranandır. Artıq burada insanın ruhu onun bədənindən alınır. Dini mənbələrdə bildirilir ki, ruh bədəndən çıxarkən əvvəlcə insanın ayaqları və əlləri zəifləyir, soyuyur və ən sonu isə boğaz nahiyəsindən insanın ruhu çıxır. Quran-ı Kərimin Möminin surəsinin 100-cü ayəsi və digər ayələrdə bildirilir ki, insanın ki, bədənindən ruhu çıxdı, qəbir aləminə və yaxud bərzəx aləminə gedir. Qəbir həyatı və yaxud bərzəx aləmi insanın bu dünyadan sonra üzləşdiyi ilk aləmdir. Ruh orada yer alır. Bəzən dini mənbələrdə buna bərzəx deyilir, bəzən isə qəbir aləmi və qəbir aləmində insanın üzləşdiyi bir sıra məsələlər var, bir sıra çətinliklər var. Qəbir sorğu-sualı, qəbir əzabı, qəbirin insanı sıxması, qəbirdə vəhşət, qəbirdə tənha qalması və dini rəvayətlərə əsasən qəbir deyərkən insanın dəfn olunduğu yer deyil.
bəlkə ümumən insanın öləndən sonra ruhunun qərar tutduğu bir yerdir. Çünki bir çox insanlar Allah uzaq eləsin yanırlar, partlayırlar, yəni onların cəsədləri heç qalmır. Bunlar üçün də qəbir əzabı var, təbii olaraq qəbir əzabı var. Buna görə qəbir əzabı bərzəxdə müəyyən bir hal, müəyyən bir mərhələnin olduğunu deyirlər. Qur'an-ı Kərimdə buna bir çox şahidlər var. Məsələn, Qafir surəsinin 46-cı ayəsində Allah Taala Ali Fir'on barəsində deyir ki, onlar hər səhər və axşam oda təqdim olunurlar. Yəni od onları yandırar. Qiyamət qopduğu gün isə deyəcəklər. Yəni Fir'onun ailəsi ən şiddətli əzaba daxil edin. Burada məlum olur ki, yəni bunlar qiyamətdən qabaq müəyyən bir yerdə əzaba məruz qalırlar. Bu həmən qəbir əzabı və yaxud bərzəx aləmidir. Təbii olaraq bunlar hamısı qiyamətdən öncə baş verən məsələlərdir. Bu qəbirin ilk günündə insanların üzləşdiyi dini mətnlərə əsasən Nəkir və Münkir adlı mələkdir. Dini mətnlərə əsasən kafir olan şəxslərə Nəkir və Münkir adlı mələk gələr. Mömin olan şəxslərə isə Bəşir və Mübəşşir adlı mələk gələr. Və Nəkir və Münkir hər ikisi inkar sözündən gəlir. Çünki kafir həm bu dünyada axirəti, ilahi düzəni və eyni zamanda qiyaməti inkar etdiyi üçün həm Nəkir gəlir, həm də Münkir adlı mələk gəlir. Və eyni zamanda mömin insan üçün gələn Bəşir və Mübəşşir ona əməllərinin müqabilində etdiyi əməlləri müjdə verir, cənnəti müjdə verir. Bundan sonra qiyamətin başlaması məsələsi dini mətnlərdə var. Buna surun üfürülməsidir. Qiyamətin əlamətləri məsələsi var. Məhşər məsələsi var. Əməllərin hesabı var. Əməllərin hesab və kitabı deyərkən təbii olaraq bu məsələni diqqət etmək lazımdır ki, Qur'an-ı Kərimdə buyurur ki, qiyamət günü əməllərin meyarı haqq və həqiqətdir. Haqq və həqiqət deyərkən bu nəzərdə tutulur. Məsələn, biz günümüzdə hər hansı bir şeyi çəkərkən və yaxud hər hansı bir şeyi ölçüsünü götürərkən müxtəlif vasitələrdən istifadə edirik. Və yaxud məsələn deyirik ki, bu tərəzi kilo üçündür, bu metr uzunluğu ölçmək üçündür və s. falan. İndi insan əməlləri nə ilə ölçülür? İnsan əməlləri bu əməlləri ən doğru düzgün formada edən ilahi şəxsiyyətlər tərəfindən nəzərdən keçirilir. Məsələn, təsəvvür edin ki, rəvayətlərdə bu işarə var ki, insanların namazı Həzrət Əleyhisselamın namazı ilə, orucu Həzrət Əleyhisselamın namazı ilə və yaxud əməllərimiz Peyğəmbərin əməlləri ilə müqayisə olunacaq ki, bax bu da bu formada Allaha bəndəsilik edirdi. İndi sən gör əməlin ona uyğunluğu var yoxsa yox. Bundan sonra Sirat körpüsü var və şəfaət məsələsi var. Hər iki məzhəbin hədis kitablarında var ki, Allah Rəsulü buyurur ki, mən öz şəfaətimi bu gün üçün saxlamışam, ümmətimin günahkarları üçün saxlamışam. Təbii olaraq şəfaət həm günahkar üçündür, həm də əməllərinin üstün olmasını diləyən şəxslər üçündür. Ən sonuncu mənzil isə cənnət və cəhənnəmdir. Artıq bu mərhələləri keçəndən sonra müəyyən insanlar cəhənnəmə gedəcək və əməli salih insanlar isə cənnətə gedəcəklər. Ən sonunda bunu deyim ki, bizim mənbələrimizə əsasən hal-hazırda cənnət və cəhənnəm yaradılmışdı. Hal-hazırda onlar vardı. Qiyamət günü yaradılmayacaq. Bu bizim hədislərimizdə gələn əsas məsələlərdən biridir. Qısa olaraq mən istədim siz əzizlərə məad barəsində, İslam ilahiyyatında müzakirə olunan, toxunan məsələlərə işarə edim və təbii olaraq özünüz bunlar barəsində əvvəldə dediyim Şeyx Abbas Quminin Mənazirül Axirə kitabına və eyni zamanda digər kəlam və hədis kitablarına müraciət edə bilərsiniz. Əssalamu aleykum və rəhmətullah.